Teatr nədir? Teatr həyatın bir parçasıdır. Teatr canlı sənətdir. Tamaşaçılarla canlı ünsiyyətdə olur. Teatr, bilicilərimiz teatrı məktəb adlandırıblar, məbəd adlandırıblar. Səhnəni müqəddəs məkan adlandırıblar. Çünki teatr hamı üçün məktəbdir, hamının öyrənc yeridir. Teatr bir məktəb olmaqla həm də ideoloji sahədir. Teatrda hər kəs öz əksini görə bilir, öz ətrafını görə bilir. Və bunu özü ilə bir müddət yaşadır, axtarır, tapır. Mənim üçün də teatr mənim həyatımın bir parçasıdır. Deməzdim bir parçasıdır. Bəlkə də mən ömrümün 2/3-dən artığını bu teatrda yaşamışam. Ben ilk defa 1965-ci ildə orada Mingəçevirdə Mədəniyyət Sarayı devrində gözəl xalq teatrı var idi. Bu xalq teatrına gəldim. Və bir 68-ci ildə xalq teatrının bazasında burada Dövlət Teatrı yarandı. Mən də bura dəvət elədilər. Çox gənc çağlarımdan burada çalışmalı oldum. Maraqlı aktyorlar, rejissorlar bizlə məşğul olurdular. Zülfikar Abbasov mənim üçün əsl deyim ki, müəllim olub. Mən şəxsən deyirəm ki, mən onun yetirməsiyəm. İndi nə dərəcədə öz yetirməsindən razı qalır, qalmır. Yəni çox gənc vaxtlarımızdan burada çalışıram. Devir keçib, vaxt keçib, həyat dəyişib, dövlətimiz müstəqil dövlət olub və biz də bu arada, bu vaxtlarda itirdiyimiz də çox oldu, qazandığımız da.
deyim ki, aktyor sənəti çox maraqlı sənətdir, həm də çox çətin sənətdir. Tamaşaçını yaxşı mənada aldatmaq üçün, onu inandırmaq üçün özün gərək oynadığın obrazı tam şəkildə yaşaya biləsən, onu çatdıra biləsən ki, o sənə qulaq assın. Yəni, yanındakı həmkarı ilə söhbət eləmək imkan tapmamalıdır. Onu saxlamaq lazımdır tamaşaçına. Buna görə aktyorun çətinliyi bundadır. Aktyorun maraqlı tərəfi ondadır ki, başqa sənətlərdən fərqli olaraq, tutaq ki, müəllimdir, əziyyət müəllimidir, gəlib 3 il, 5 il dərs deyir, sonra onu tam əzbər bilir də, heç nə konspektə baxmır, nə bir kitab vərəqləmir, gəlir dərsini deyir, gedir. Aktyorun maraqlı işi odur ki, hər dəfə başqa-başqa obrazlar oynayır. Başqa-başqa obrazların üzərində çalışır. Onların həyatını, deyim ki, yaşayır. Mən, məsələn, öz həyatımı teatrın həyatı ilə deyərdim ki, şərik yaşamışam. Və eləcə də digər aktyorlar. Sən günümün yarısını, bəlkə də deyim ki, bir yatandan yatana teatrla olmursan, obrazlarınla olmursan. Bir obraz tapşırılıbsa səndən istər-istəməz yol gedəndə də onun haqqında düşünürsən, uzananda da, yatanda da, nə bilim, teatrın özündə olan məşqlərdə də. Ayrı cür mümkün deyil. Yoxsa tamaşaçını inandırmaq, saxlamaq olmaz. Sən heç fikirləşirsən ki, atan bunu eşitsə nə deyər? Kim salıb bunu sizin beyinizə? Kim salacaq? Səndən söz soruşuram. O nə deməkdir Şəhbaz? Cavab. Biz söz vermişik. Heç vaxt bir-birindən ayrılmayacaq. Əgər Nahum da bizdən ayrılsanız, onda biz də həmçinin içini oturur. Dayan. Sen de bunlara qoşulursan. Bəli. Demə, mən də bunların bir farsasıyam. Yaxşı olar, siz gedin. Bir faydası yox. Gedin. İlk rolum mənə Hacı Qara əsərində Səfər bəy verildi. Və növbəti əsərdə də Almaz tamaşasında, daha doğrusu 3 əsər hazırlanırdı açılış üçün. Bunun ikisində mənə rol verilmişdi. İlk tamaşamız Almaz tamaşası oldu. Orada Teymurtaş rolunda oynuyordum. Kiçik epizod da olsa, səhnədə çox gərgin olur adam ilkin devirlərdə. Yəni rejissorun nə deyir, necə deyir, o cür tam bu yetişənə qədər, bişənə qədər, səhnəni dərk eləyənə qədər müəyyən bir devir keçir. O devir keçdikcə özün öz keçmişinə bir balaca gülürsən ki, gör mən hansı hisslərin qabağında aciz olmuşam ki, bu hissləri yaşamaq mənim üçün çətin olub. Mən deyim ki, sizə ondan sonra biz o 3 tamaşadan sonra Əziz Nesin'in Toros Canavarı oynadık. Sonra İlyas Əfəndiyevə müraciət edildi. Çox sevimli rolum var idi orada, qənimət, məhv olmuş gündəliklərdə. Onun üçün darıxırdım da bəzən. Lakin onu deyim ki, mən bir müfəttiş əsərində, müfəttiş qoyulanda burada, mənə orada Artemi Filipoviç, xəstəxana müdiri. Abbasov mənə Zülfikar müəllim bir göstəriş verir. Bilirsən, sən kimsən, təxminən kimi oxşuyursan, ağayı görmüşsən sirkdə. Biri də durmur, hərəkət edir.
Ki bu mənə bəhs elədi ki, o obrazı mən necə tutdum, eləcə də məsələn xoşa gəlindi o obrazlar ona qədər də var idi. Bundan sonra mən artıq xarakterin nə olduğunu onda dərk elədim. Ona görə mən bayaq da deyirdim ki, aktyorun aktyor kimi yetişməsi üçün azı bir 10 il, 8 il belə vaxt lazımdır ki, o xarakterləri tutmağı bacarsın. Aktyorun yetişməsi üçün tamaşaçı da böyük şərtdir. Tamaşaçının necə qəbul eləməyi, onu tənqid eləməyi, ya bəyənməyi, razı qalmağı, bunlar hamısı aktyor üçün böyük şərtdir. Nə deyim, özüm üçün haqqında danışmaq o qədər sevmirəm, amma çox maraqlı həyatdır, teatr həyatı. Ziddiyyətli həyatdır, teatr həyatı. Bəzən deyim ki, iqtisadi cəhətdən körlük çəksələr də bu mənəvi cəhətdən biz tamaşaçının o gül verməyi, əl çalmağı yaşadır aktyoru. Nəsə aktyor tamaşaçıya bir söz deyirsə, ürəyindən gələn bir sözü, hansısa bir istər ki, bu sosial cəhətdən narazı olan tamaşaçılara deyim. Nəsə də ürəkdən gələn sözlər, vətənpərvərlik barədə, nəsə bir söz deyirsə, aktyor onda yaşayır. Tamaşaçıya söz deyirsə. Niyə məndən belə danışırsan? Mən ömrümdə sənə güldən ağır söz deməmişəm. Səni dünyanın ən gözəl kurortlarında gəzdirmişəm. Oğlumlarım dəfələrlə mənə deyiblər ki, Mədinəni boşa, onun uşağı olmur. Bunun üstündə mən onlara acıqlandım. Və bu haqda sənə bir reyhan, bir işarə də olsa vurmamışam. Çünki sən istəmişəm. İstəmişəm. Amma ürəyimdən xəbərin oldu. İstəmişəm, amma xəbərin olanda da əhmiyyət verməmişəm. Talihlərini acıdırmadan dolaşmışıq, soyuqqanlı, cəllad olmuşsan. Yox. Yaxın gəl mənə. Yox. Mən iğrənirəm səndən. Yox. Mən iğrənirəm. Hələ bir şey. İstəmirsən. Səndənlərin qana bak. İçin izləmirsən. Qana bak, bırak. İçin izləmirsən. Bırak. İçin izləmirsən. Yox, Mədinə. Bırak. Bırak. İzləmirsən. Mədinə. Mədinə.
Saat 17. Mayıs, Bəli, yoldaş komissar. Mayıs büyük felaket vermişti. Nə olub, yoldaş komissar? Medine Hanım katil vefat etti. Nə danışırsınız, yoldaş komissar? Ha, geldim gördüm uzanıp divana. Yakınlaştım ki çoktan geldi. Bizim komiserliğin doktorunu tez gönder bana. Oldu, yoldaş komissar. Özüm götür, gəlirlər. Özüm götürüp gelir. Özü niye gelir? Ben şu bu lafa demedim özün de gel. Özüm götürüp gelir. Özüm götürüp gelirim. Dünən casuslarım bana haber verdiler ki sırağa gün gece saat 1'de Mayıs Avrov'un yanında olur. Benim başımın üstünden Avrov'un Mayıs'la ne sohbet olabilir? Bilirim ki benim casuslarım Mayıs'ı izlediği kimi Mayıs'ın da casuslarıma izleyirler. Benden materyal topluyorlar. Canavar ki burun buruna yatmışım. Diktatörün de gücü aynı olmasındadır. Diktatör öyle bir usul idare kurmuştur ki orada biz insanların birbirisini didip parçalamasının sonu yoktur. Yoktur. Sen beni töhmetlendirirdin ki adamlar beni görende korkudan kaçıp gizlenirler. Sana diyebilmirdim ki ben özüm de özümden kaçıp gizlenmek istiyorum. Orada o cehennem zerzemisinde işkence verdiğimiz günahsız adamların feryadını ben gece yuxumda da eşidirəm. Lakin bununla bile ben yaşayıram, öldürürüm, yaşayıram, öldürürüm, yaşayıram, öldürürüm. Bizim farklı cihetimiz ondan ibarettir ki biz başka obrazları özümüzde yaşadırıq. Başka obrazların talihini yaşayırıq. Onların acısını yaşayırıq. Belki de o 1 saat yarım, 2 saatlik tamaşadan sonra biz 2-3 saat de onun təsirində qalırıq. Başqasının ömrünü yaşamaq o qədər də asan deyil, mən deyim sizə. Çünki dramatik vəziyyətlər var, faciə oynayırsan, kimsə bunları yaşamaq, bunları həzm eləmək, istər-istəməz aktyorun deyim ki, sizə bəlkə öz ömründən də pay verir bu obrazlara. Öz ömrünü də xərcləyir. Yəni aktyor texniki vasitə deyil ki, elə bu obrazları mexaniki desin, belədir. Əgər aktyor onu yaşayırsa, o 1 saatı, 2 saatı yaşayırsa və bu 2 saat da deyil, bunun 2 ay məşq edirik. O məşq əsnasında bunu yaşayırsa, demək aktyor gör öz həyatını, öz ömründən nə qədər xərcləyir. Buna görə aktyorda deyim sizə ki, böyük qüvvə tapmalıdır özündə aktyor. Böyük güc tapmalıdır. Akif müəllim, tamaşa artıq başladı. Buyurun gəlin.